Salam əziz abituriyentlər. Deməli, bu günləri biz Azərbaycan xilafətin tərkibində mövzusunun video izahına baxacağıq. Deməli, ərəblər 633-cü ildə Sasani sərhədlərini keçirlər. İlk dəfə 633-cü ildə keçirlər. Daha sonra biz ərəblərlə Sasanilər arasında döyüşdən danışacağıq ki, 636-da Xadisiya döyüşü baş verib, 637-də isə Ktisifon döyüşü baş verir ki, burada Sasanilər məğlub olur, ərəblər qalib gəlirlər. Sasanilərin tərəfdən isə Albaniyadan Sərkərdə Cavanşir də bu döyüşlərdə iştirak edirdi. Ancaq məğlub olduğunu görür, döyüşün mənasız olduğunu görür, yenidən öz ölkəsinə qayıdır. 639-da ərəblər Qəzvini tutur və bununla da Azərbaycanın cənubuna işğalı başlayır. 642-ci ildə Nəhəvənd və Həmədan döyüşləri olur ki, burada da Sasanilər məğlub olur, ərəblər qalib gəlir. Ümumiyyətlə, biz Sasanilərin qalib gəldiyi döyüşdən danışmayacağıq ərəblərə. Deməli, 643-də isə Cərmidan döyüşündə ərəblər qalib gəlirlər, Sasanilər məğlub olur və bu zaman Sasanilərdən xidmət edən Azərbaycanlı İsfəndiyar İbn Fərruxla sülh müqaviləsi imzalanır ki, bu sülh müqaviləsinə görə qadınlar, uşaqlar, xəstələr vergilərdən azad olunurdu. Əhali imkanı daxilində cizyə vergisi verməli idi. Həmçinin əhalinin belə deyək də adət-ənənələrinə qarışmayacaqlar ərəblər. Cərmidan döyüşü ilə Azərbaycanın cənubu tabe edilir və şimala yol açılır. Qafqaza, şimala yol açılır. Deməli, Azərbaycanın şimala, Qafqaza yol açılır Cərmidan döyüşü ilə. Amma Azərbaycanın cənubuna işğal başlayır Qəzvinin tutulmasından sonra. 644-645-ci ildə Ərdəbildə üsyan baş verir ki, bu üsyanda xəlifə Osman yatırır. 644-cü ildə Muğan və Şirvan tabe edilir. Bu zaman Şirvan hakimi Şəhriyarla sülh müqaviləsi imzalanır ki, bu müqaviləyə görə Dərbəndi müdafiə edən Dərbəndilər vergilərdən azad olurdular. Xəzər-Ərəb müharibələrindən danışanda isə 1-ci Bələncər döyüşü 643-də olub, 2-ci Bələncər isə 653-də. Hər iki döyüşdə də ərəblər Xəzərlərə məğlub olurlar. 723-ci ildə tarixi 3-cü Bələncər döyüşü kimi daxil olmuş bu döyüşdə ərəblər Xəzərlərin paytaxtı Bələncəri tuturlar. 731-də Savalan döyüşündə isə Xəzərlər qalib gəlir ərəblərə. 737 təxminən 737-ci ildə Hilat döyüşündə isə ərəblər Xəzərlərin hücumlarının qarşısını alır. Ümumiyyətlə biz deyəcəyik ki, Xəzər-Ərəb müharibələri 8-ci əsrin sonuna qədər davam edib. Ərəblər rabatlar, hərbi məskənlər yaradırdılar ki, buraya ərəbləri köçürdürdülər və bu köçürmə də 9-cu əsrin 1-ci rübünə kimi davam edib. 8-ci əsrin 20-ci illərində Dərbənd yenidən ərəblərə tabe edilir. Ərəblərdə mərkəz Azərbaycanın cənubunda mərkəzi əvvəlcə Ərdəbil, daha sonra isə Marağaya köçürtmüşlər. Şimalda, yəni Qafqazda isə Ərəb Əmirliyinin mərkəzi əvvəlcə Dəbil, daha sonra Albaniya məğlub edildikdən sonra isə 705-ci ildə mərkəz Bərdə şəhəri olur. Vergidən danışdıqda isə, məsələn, biz Sasanilərdə deyirdik ki, vergilər tək-tək adamlardan alınırdısa, ərəblərin dövründə isə bütün icmadan alınırdı vergilər. İlk dövrdə ərəblərdə, xristiyan ruhanilərdən vergi alınmırdı. Daha sonra xəlifə Əlinin islahatları, deməli, ədalətli islahatları idi ki, yəni o ancaq becərilən torpaqlardan vergi alırdı, becərilməyən torpaqlardan isə vergi almırdı. Ona görə də onun islahatları ədalətli islahat adlanırdı. Əməvilər dövründə isə vergilər daha da artırılır və 725-ci ildə əhaliyə siyahıya alınır. Abbasilər dövründə isə vergilərin artırılması daha pik həddə çatır ki, və hətta vergiləri ödəyə bilməyənin övladları qula çevrilirdilər. Ərəblərin dövründə torpaqdan danışdıqda isə biz burada divan torpaqları dövlətə məxsus torpaqlardır, vəqf torpaqları məscidlərə, mədrəsələrə məxsus idi, icma torpaqları kəndlərə məxsus idi, mülk feodalları, iqta isə şərti torpaq idi ki, onun iki növ var idi, bağışlanan iqta və icarəyə verilən iqta. Bağışlanan iqta irsi idi, amma iqta özü ümumilikdə isə şərti torpaq idi.
Vergilərdən biz xərac məhsul vergisi idi, cizyə can vergisi idi ki, bunu da müsəlman olmayanlar vergidə xidmət etməməyə görə ödədikləri vergi idi. Həmçinin xümüs, zəkat kimi vergilər də var idi ərəblərin dövründə. Ərəblərin dövründə yerli belə deyək, tacirlərdən 5% gömrük alınırdısa, xarici tacirlərdən isə 10% gömrük alınırdı. Pul islahatı keçirilmişdi. Yəni Sasanilər Bizans dövründən qalan pullar tədarükdən çıxarılırdı. Tolerant münasibət göstərilirdi əhaliyə. Daha sonra xalqın formalaşması üçün bizə ərazi, dil, mədəniyyət və iqtisadiyyat lazım idi. Xalqın formalaşması deyirik ki, Albaniya və Atropateniya dövlətinin yaranması ilə başlayır, ərəblərin gəlişi ilə başa çatmışdı. İslama müqavimət biz deyəcəyik şimalda, Bərdədə, cənubda isə Ərdəbildə İslama müqavimət göstərilmişdi. 7-ci əsrdə Azərbaycan türk dilinin formalaşması başlayır. Cavanşirin dövrü 642-681-ci illərə əhatə edir ki, Cavanşir 654-cü ildə Bizansla ittifaq bağlayıb, 662-ci ildə Xəzərlərin yürüşü Kür sahilində döyüşdə Albaniya Xəzərləri məğlub etsə də, 664-665-ci ildəki Araz sahilindəki döyüşdə isə Xəzərlər Albaniyanı məğlub edir və Cavanşir Xəzərlərlə nicah diplomatiyası bağlayır və Xaqanın qızı ilə evlənir. Həmçinin Xəzərlər tutduqları əsirləri Albaniyaya geri qaytarırlar. 667-670-ci ildə isə xəlifə ilə görüş olur ki, və xəlifə Albaniyanın, yəni Cavanşiri Albaniya hökmdarı kimi tanıyır, vergiləri hətta azaldır. 681-də isə Bizans pərəst qüvvələr Cavanşirə sui-qəsd təşkil edirlər və Cavanşir öldürülür. Sonuncu Albaniya hökmdarı, yəni Cavanşirin qardaşı oğlu Varas Tirdad da ərəblər tərəfindən öldürüldükdən sonra Albaniya dövlətinə ərəblər 705-ci ildə son qoyurlar. Bu qədər əsas məqamları sizə qeyd etdim. Kitabdan da oxuyarsınız və atdığım səslərə də qulaq asarsınız.